Salam Azərbaycan xalqı. 2-ci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə könüllü döyüşüb şücaət göstərən, medal və fəxri fərmanla təltif olunmuş 2-ci Qarabağ müharibəsi veteranı Əzzov Kamil Baxadaroğlu. Müraciətim Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Prezident İlham Əliyev və vitse-prezident hörmətli Mehriban xanım Əliyeva sizlərədir. Cənab Ali Baş Komandan, siz bir çox çıxışınızda vurğulayırsınız ki, dövlətin nə qədər potensialı da olsa, gücü də olsa, müharibəni qazanan zabit və əsgərlərimizdir. Hörmətli Mehriban xanım Əliyeva, siz bir çox çıxışlarınızda bildirirsiniz ki, qazi və veteranlar mənim qardaşlarımdır və bir qardaşınız olaraq sizə müraciət edirəm. Mən Əzzov Kamil Baxadaroğlu, ali təhsilliyəm, rus və ingilis dillərində sərbəst danışıram. Peşkar idmançıyam, ölkəmizi yerli və xarici arenalarda təmsil etmişəm. Hörmətli Mehriban xanım, dövlət qulluğu müsabiqə mərhələsində müvəffəqiyyət əldə etmişəm. Sertifikat əlimdədir. Bir çox dövlət qurumlarına müraciət etsəm də müsbət cavab əldə etməmişəm. Əfsuslar olsun ki, ölkəmizdə müəyyən məmurlar yerli-bazlıq, rüşvətxorluq və tanışlıq əsasında vətəndaşlarımızı işlə təmin edirlər. Çox xahiş edirəm, cənab Ali Baş Komandan, hörmətli Mehriban xanım Əliyeva, mən hal-hazırda işsizəm və dövlət işində işləmək üçün mənim potensialım var. Bir Azərbaycan Respublikasının vətəndaşı kimi, bir qardaşınız kimi mənə kömək etməyinizi sizdən xahiş edirəm. Ulu öndər Heydər Əliyevin siyasətin davamçısı olaraq Ali Baş Komandan, sizin yürütdüyünüz siyasət nəticəsində biz gənclər vətənpərvər ruhda, vətən eşqində böyüdük, torpaqlarımızı işğaldan azad etdik. Növbəti nəslin vətənpərvər ruhda inkişafı üçün biz veteranlara, müharibə iştirakçılarına diqqət və qayğının olunması önəmlidir. Çox xahiş edirəm, müraciətimə baxılsın.